Salam yoldaşlar, hər birinizi yenidən xoş gördük. 21 nömrəli standart Advanced Level IFRS video dərsimizin çox maraqlı hissələrinə çatmışıq. Və artıq standartı yekunlaşdırmaq üzrəyik və ən önəmli hissələridir bura. Mövzu nədən ibarətdir? Mövzu valyuta məzənnəsinin pul vəsaitinin hərəkəti haqqında, valyuta məzənnəsində dəyişikliklərin, yəni valyuta məzənnəsində gəlir var, zərər var. Bunlar mənfəət zərər haqqında hesabatda necə göstərildiyini bilirik. Çox bəsit. Əgər gəlir varsa gəlir kimi, zərər varsa zərər kimi tanınacaq. Amma pul vəsaitinin hərəkəti haqqında hesabatda bunun necə göstərilməsi maraq doğurur. Ona görə də bu mövzunu ələ almışıq və baxaq görək pul vəsaitinin hərəkəti hesabatını tərtib eləyəndə məzənnə öz əksini orada necə tapacaq. Əvvəlcədən onu qeyd edeyim ki, biz fərdi müəssisənin pul vəsaitinin hərəkəti haqqında hesabatına baxacağıq. Bilirik ki, həm konsolidasiya olunmuş pul vəsaitinin hərəkəti haqqında hesabat var. Konsolidasiya olunmuş bir neçə müəssisənin maliyyə hesabatlarının birləşdirilməsi deməkdir. Konsolidasiya olunmuş pul vəsaiti də bir neçə müəssisənin pul vəsaitinin hesabatlarının birləşdirilməsi deməkdir. Bu mövzu haqqında danışmayacağıq. Bu konsolidasiya mövzusunda konsolidasiya edilmiş pul vəsaitinin hərəkəti hesabatına orada baxacağıq. Burada bizim məqsədimiz bir müəssisənin öz fərdi əməliyyatları çərçivəsində sadəcə bir müəssisənin əməliyyatların nəticəsində valyuta məzənnəsində dəyişikliyin pul vəsaitinin hərəkəti haqqında hesabatda necə göstərilməsidir. Əvvəlcədən bunu deyək ki, biləsiniz. Və bu video biraz uzun olacağına görə hissələrə bölmüşük və hələ ki birinci hissədən daha sadə hissələrdən başlayacağıq, sonra getdikcə mürəkkəbləşdirəcəyik. Deməli, bilirik ki, pul vəsaitinin hərəkəti haqqında hesabat 7 nömrəli standartla tənzimlənir. Yeri gəlmişkən, 2-ci cild IFRS gözlüyü kitabımızda 7 nömrəli standart çox genişdir, həddindən artıq genişdir. Təxminən 100 səhifəyə yaxın bir izah vermişik. Orada bütün bunları görəcəksiniz. Və 7 nömrəli standart deyir ki, pul vəsaitini hazırlayanda 2 dənə metod var. Biri birbaşa metoddur, biri dolayı metoddur. Bir də praktikada istifadə olunan bu ikisinin kəsişməsindən olan dolayı birbaşa metodda deyirlər. Buna ingiliscə indirect direct metodda deyirlər. Bəlkə də bunu ilk dəfə eşidirsiniz. Amma praktikada istifadə olunan bir metoddur. Bu barədə də 2-ci cild kitabımızda geniş məlumat verilib. Onun əsasında necə hesabat hazırlamaq və s. Mövzumuz indi 7 nömrəli standart deyil. Deməli, biz də əsas məsələ bu ikisinə fokuslanacağıq. Birbaşa və dolayı metodla hazırlanan pul vəsaitinin hərəkəti haqqında hesabatda məzənnə fərqi necə göstərilməlidir? Həm birbaşa metoda baxacağıq, həm dolayı metoda baxacağıq. Əvvəlcə daha sadədən birbaşa metoddan başlayaq. Deməli, bütün bu izahları misallar üzərində veriləcəm və misallar da 2-ci cild IFRS gözlüyü kitabındandır. Buradan da görürsünüz. Misal nədir? Misal çox sadədir. Deməli, tutaq ki, Panda şirkəti xarici müştəriyə 10.000 ABŞ dolları məbləğində məhsul satıb. Əməliyyat tarixində məzənnə 1 dollar 1.70-dir manata nəzərən. Pul vəsaiti isə 1 ay sonra bizə daxil olur. Malı satmışam, amma pul 1 ay sonra gəlir və həmin gün məzənnə artıq 1.75 olur. Sual bundan ibarətdir ki, bu əməliyyatların həm müxabirləşməsini aparaq, həm də birbaşa metodla pul vəsaiti hesabatını tərtib edək. Deməli, əməliyyatları necə göstərəcək? Birinci, əməliyyatın baş verdiyi tarixdə 10.000 dollar dəyərində mal satmışıq. Malı ambardan çıxardanda maya dəyəri var təbii ki, amma bu bizdə yoxdur deyə onu ignore eləyək, nəzərə almayaq, birbaşa satış gəlir hissəsini tanıyaq. Debetdə olacaq 211 nömrəli hesab, yəni debitor borc 10.000 manatla hesabatı hazırlayırıq. Ona görə bu olacaq 17.000 manat. Kredit hissədə isə 601 nömrəli hesab, satış gəliri 17.000 manatı tanıyırıq. Daha sonra bir ay üstündən zaman keçir və bir aydan sonra bizə pul vəsaiti gəlir.
Amma bu dəfə məzənnə olub 1.75. Yəni 10.000 olub 17.500. Deməli, bizə pul gələndə debet hissədə 223 nömrəli bank hesabımıza bu vəsait gələndə manat ekvivalenti olacaq 17.500 manat. Amma bu adam bizə debitoru var idi. Bizim debitorumuz var idi alacağımız. Hamısını bağlayır. Buradakı 17.000-dir. O sıfırlanır. Deməli, kredit hissədə 211 nömrəli hesab 17.000 sıfırlanır. Biz 17.000 alacağımız var idi. İndi 17.500 aldıq. Deməli, kreditdə 611 nömrəli hesab məzənnə üzrə gəlir. 500 manat qabağa düşmüşük. Bu belə. Yeri gəlmişkən dostlar, IFRS 18 yeni çıxan standarta əsasən məzənnə üzrə gəlir və ya zərər əməliyyat fəaliyyətində göstəriləcək. Yəni bu maliyyə fəaliyyətinə aid olan bir məsələ deyil. Bu barədə də kitabımızda geniş məlumat var. Bunu yazdıq. İndi bu müxabirləşmələr bitdi. Gəlin birbaşa metodla pul vəsaitinin hərəkəti haqqında hesabatı hazırlayaq. Pul vəsaitinin hərəkəti haqqında hesabatın strukturunu bilirsiniz dostlar. Belə bir strukturdadır. Deməli, bizdə maddələr görsənir, 3 yerə bölünür. Əməliyyat fəaliyyəti üzrə. Burada rəqəmlər şərti yazmışam. Tutaq ki, 500 manat bizə pul gəldi. İnvestisiya fəaliyyəti üzrə 300 manat getdi. Maliyyə fəaliyyəti üzrə 50 manat getdi. Və yekunda dövr ərzində xalis hərəkət bu üçünün toplamı eləyir müsbət 150. Bir də bunu bəlkə də ilk dəfədir görürsüz. Bir də hesabatda pul vəsaiti və onun ekvivalent izah eləyəcəm bunu. Onun ekvivalentləri üzrə məzənnə dəyişikliyi var. Bu mütləq bu rəqəmdən sonra verilir. Yəni bu əməliyyat, investisiya və maliyyənin heç birinə daxil olmur. Ayrıca bir maddədir. 100 manat da burada görsənir. Və nə olur? Dövrün əvvəli bizdə pul vəsait qalığı deyək ki 0 idi. Dövr ərzində hərəkət olub 150. Amma dövrün sonu qalıq nə qədərdir? Ancaq dövrün əvvəli 0, dövr ərzində 150-ni toplamayacaq. Bunu da toplayacaq. Yəni, baxın düstura. A üstə gələk, B üstə gələk, C. Bu üçünün toplamı. Buna görə bu hissəyə gələcək. Bu çox maraqlıdır. Struktur belədir. Yəni, bunu artıq bilirsiniz. İndi gəlin bunu tərtib edək. Deməli, bizim burada pul vəsaiti ilə bağlı heç nə yoxdur. Ona görə buna x qoyuruq. Burada pul yoxdur. Burada bir dənə pul vəsaiti nə qədər gəlib? Baxın, biz birbaşa metodla hesabat hazırlayanda ancaq 221 nömrəli hesabdan 225 nömrəli hesabın çıxarışlarına baxırıq, hərəkətlərinə. Birbaşa metod belədir. Hər bir hesab üzrə hərəkətləri bir-bir baxırıq. Təbii ki, proqram təminatında elə eləyirik ki, avtomatik oxusun. Deməli, nə baş verir? Bizdə əməliyyat fəaliyyəti nə qədərdir? Bu zaten əməliyyat fəaliyyətindən gəlib, çünki müştəridən gələn puldur. Yazırıq əməliyyat fəaliyyəti üzrə, altından nə maddəsini yazırıq. Birbaşa metodun üstünlüyü odur ki, pulun hardan gəldiyini və hara getdiyi dəqiq bilinir. Yazırıq müştəridən vəsait nə qədər? 17.500. Sonra bu əməliyyat fəaliyyəti oldu 17.500. İnvestisiya 0-dır. Heç nə yoxdur. Bir dənə bu əməliyyatda. Maliyyə bu da yoxdur. 0-dır. Və fikir verin dostlar. Burada 3 dənəsini yazdıq. Yəni düşünün ki budur. 17.500. Bunu yazdıq. Bura 0-dır. Bura 0-dır. Pul vəsaiti ilə bağlı heç nə baş verməyib. Hələ ki izah eləməmişəm nə deməkdir. Bunu da hələ ki 0 nəzərə alın. Nə baş verdi? Dövrün əvvəli 0 idi. Dövr ərzində bu üçünün hərəkəti 17.500-dür. Deməli, oldu 17.500. Bu da 0 idi deyə dövrün axırı qaldı 17.500. İndi gəlin baxaq nə baş verdi dostlar. Fikir verin. Biz birbaşa metodla pul vəsaiti hesabatı hazırlayanda 17.500 manat ki bizə pul gəlmişdi buradan. Baxın, məzənnə zaten bunun içindədir. Biz avtomatik olaraq məzənnəni çevirmişik. Ona görə bizə əslində 10.000 dollar gəlib. Onun həmin gün qarşılığı 17.500 idi. Ona görə birbaşa metodda məzənnə fərqini ayrıca heç zaman göstərə bilmərik. Yəni mən
Əgər kimsə hesabat hazırlasa, bir bu 17.500-ü göstərsə, bir də bu 500-ü göstərsə, səhv eləyir. Çünki bu 500 onsuz da bunun içində var. Ona görə birbaşa metodla hazırlanan pul vəsaitinin hərəkəti haqqında hesabatda məzənnə üzrə gəlir və ya zərər deyə bir maddə heç zaman görə bilməzsiniz. Bunu birmənalı olaraq yadınızda saxlayın. Ona görə bura yazmışıq. Birbaşa metodda məzənnə üzrə gəlir və ya zərər hesabatda ayrıca göstərilə bilməz. Çünki bu maddənin içində o var artıq. Amma istisna nə vaxtı pul vəsaiti və onun ekvivalentləri ilə bağlı olsa göstəriləcək. Bunun nə demək olduğunu biraz sonra izah edəcəm. Yəni bu hissə ilə bağlı. Yəni burada heç zaman göstərilə bilməz. Yəni əməliyyat, investisiya, maliyyədə ola bilməz. Bir dənə bu hissədə ola bilər. O da sırf pul vəsaiti. Maddənin adına baxın. Pul vəsaiti və onun ekvivalentləri ilə bağlıdırsa göstərilə bilər. Amma burada fikir verin, bu pul vəsaiti onun ekvivalentləri ilə bağlı deyil. Bu sırf debitor borcla bağlı idi bu 500 manat. Ona görə onu ayrıca göstərmirik. Biraz sonra artıq başa düşəcəksiniz nə demək istədiyimizi. Bu belə dostlar, bu sadə bir misal idi. Birbaşa metodla gördük ki, məzənnə fərqi ayrıca hesabatda göstərilə bilməz. İndi gəlin biraz yavaş-yavaş mövzunu mürəkkəbləşdirək. Baxaq görək bunlar həqiqətən hər yerdə ödəyirmi? Sonra birbaşa metoddan keçəcəyik dolayı metodu. O daha çox maraqlıdır və biraz qəlizlik var orada. Misal nədir? Misalı dəyişdik. Deməli, Panda şirkətinin təsisçiləri 10 fevral 2024 tarixində bank hesabına 4000 avro vəsait köçürüblər. Yəni vəsait bank hesabına daxil olub. Həmin tarixdə 1 avronun məzənnəsi 2 manat idi. İlin sonunda bütün vəsait istifadə edilmədən elə hesabda da qalır. Və il sonunda 1 avro olur 2.10. Bunu nəzərə alaraq müxabirləşmələr necə olacaq? Deməli, birinci, təsisçilər hesaba pul köçürüblər. Və debet hissədə olur bank hesabı 223 nömrəli hesab 4002 manatdan idi, olur 8000. Kredit hissədə nizamnamə kapitalıdır 301 nömrəli hesab 8000 manat. Amma avro ilə köçürüblər. İndi fikir verin dostlar. Və gəlirik ikinci. Bu 10 fevralda köçürülüb, başqa şirkətdə heç bir əməliyyat baş verməyib, elə bu 4000 avro da hesabda qalıb. Əgər manata çevrilibsə bu 8000 manat kimidirsə, vəssalam, heç bir şey danışmağa ehtiyac yoxdur. Orada heç məzənnədən də söhbət gedə bilməz. Sadəcə pul vəsaitinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti, investisiya burada 0 olacaq. Bir dənə maliyyə fəaliyyəti təsisçidən qoyulur 8000 manat, müsbət rəqəm yazılacaq və salam, bununla da bitdi. Amma biz burada fərz eləyirik ki, 4000 avro şirkətin elə avro hesabına qoyulub. Şirkət düşünün ki, Azərbaycanda fəaliyyət göstərir. Təsisçilər avro ilə pulu qoyurlar və avro hesabına qoyurlar. Manatda deyirlər ki, hələ çevirmə. İndi ilin sonudur, 4000 avro hesabda qalıb, amma kurs 2.10-dur. Təbii ki, bizə rəhbərlər soruşsa ki, bank hesabımızda nə qədər manatla pul var, deyə bilmərik 8000. Artıq avro daha çox dəyər qazanıb. İndi bu olub, deməli, 4000-i vuracağıq neçəyə? 2.10-a. 4000-i vuranda 2.10-a nə qədər eləyəcək? 8400. Deməli, 400 manat pulu avroya, manata çevirmədiyim üçün əlavə gəlir qazanmışam. Ona görə debet hissədə həm bu buradakı pul vəsaitini 223 nömrəli hesabı artırıram 400 manat, həm də kredit hissədə 611 nömrəli hesabda məzənnə üzrə gəlir tanıyıram. Bu belə. Bu müxabirləşmələr bitmiş sayılır. İndi gəlin baxaq dostlar. Biz bu müxabirləşmələrlə birbaşa metodla pul vəsaitinin hərəkəti haqqında hesabat tərtib eləyəndə nə baş verəcək? Deməli, bizim bu müxabirləşmələrdən göründüyü kimi birbaşa metodda ancaq 221-225 nömrəli hesabların hərəkətinə baxırıq. Burada da 221-225-dən cəmi bir dənə 223 nömrəli hesab var. O da 2 dəfə hərəkət edib. Ona görə ancaq o rəqəmlərə baxacağam. Deməli, 8000 pul gəlib, bir də 400 burada məbləğ var.
Bu bilirəm ki, bu 8000 təsisçilər pulu qoyanda olan hissədir. Ona görə əməliyyat fəaliyyəti üzrə olan hissə olacaq bizdə 0. Baxın, burada yazılıb artıq. İnvestisiyada heç nə yoxdur. Təsisçi qoyuluşu 8000. Və bu 8000-i bura yazdıq. İndi dostlar, maraqlı məqam nədən ibarətdir? Bu 400 manat ki artım var. Bu 400 manat, 400 manat. Pulun öz-özünə hesabda qaldığına görə valyutanın dəyər qazanmasına görə baş verib. Ona görə mənfəət pul vəsaitinin hərəkəti haqqında hesabatın strukturunda bizə deyir ki, pul vəsaiti və onun ekvivalentləri ilə bağlı ilin sonunda əgər pul qalıbsa hesabda və o pul dəyər qazanıbsa və ya dəyərdən düşübsə, onu hesabatda ayrıca görsət. Mən əslində maliyyə fəaliyyətində bu 8400 axı. Bu 8400-ü əslində burada yaza bilərdim. Baxın, bu maliyyə fəaliyyətinin içində bunu 8400 kimi yazardım və salam bitərdi. Dövrün əvvəli vəsait 0 idi. Dövr ərzində olacaqdı 8400, dövrün sonunda olacaqdı 8400. Bu ikisinin cəmi. Amma hesabatın strukturu məndən tələb eləyir ki, sırf pulun qalığına görə məzənnədə dəyişiklik olanda onu ayrıca görsət. Baxın, pul vəsaiti və onun ekvivalentləri üzrə məzənnə dəyişikliyini mütləq deyir ayrı görsət. Ona görə mən 400-ü o 8000-dən ayırmışam. Ki, sırf pula görə, pulun valyuta dəyişikliyinə görə məndə əlavə gəlir yarandı. Yəni, biz bilirik ki, məzənnə debitorla bağlı da yarana bilər, kreditorla bağlı da yarana bilər. Yəni, bütün monetar aktiv və öhdəliklə bağlı məzənnə yarana bilər. Bizə deyir ki, o monetar aktivlərin içərisində pulu ayrıca görsət. Pulda axı monetar aktivdir. Onun məzənnəsini mənə ayrıca ver. Bu standartın tələbidir. Ona görə biz yuxarıda demişdik ki, birbaşa metodda məzənnə fərqi heç bir halda ayrıca göstərilə bilməz. O zaten pul vəsaitinin özünün içərisində var. Yeganə istisna pul vəsaiti və onun ekvivalentləri maddəsidir ki, onu ayrıca göstəririk və o da məhz bu hissədə olur. Baxın, 410-a görə biz ayrıca göstərdik, çünki o pulla bağlı idi. Bundan başqa heç bir zaman bu hesabatın içərisində görə bilməzsiniz məzənnə üzrə kimsə yazsın ki, gəlir və ya zərər olur. Onu yazdısa səhvdir. Yəni, debitorla bağlı məzənnə fərqi varsa, kreditorla bağlı varsa və ya əmək haqqı valyutadadısa, onunla bağlı bank öhdəliyi nə olur olsun. Birbaşa metodda məzənnəni heç zaman yaza bilmərik, ayrıca maddə kimi. Səbəb də çox bəsit, çünki bizə pul gəlibsə, o məzənnə fərqi onsuz da bu pulun içində var. Baxın, 17500-ə çevirdik, onsuz da bu 500 bunun içində var. Bunu ayrıca göstərmirik. Və bununla da birbaşa metodun artıq mahiyyətini bildiniz. İndi bundan sonra növbəti hissədə dolayı metoda keçəcəyik. O daha maraqlıdır, biraz daha çətindir. Bir daha təkrarlayırıq ki, birbaşa metodda məzənnə fərqi heç zaman hesabatda ayrıca göstərilə bilməz. İstisna olaraq pul vəsaiti və onun ekvivalentləri maddəsində dəyişiklik varsa, o mütləq hesabatda ayrıca göstəriləcək. Belə dostlar, növbəti videoda görüşənə qədər sağ olun.